Gəlin Zerbo platformasının analitika bölməsində hansı məlumatları əldə edə biləcəyinizə birlikdə nəzər yetirək. İlk olaraq ekranın sol tərəfində yerləşən analitika bölməsinə hesabatlara daxil olursunuz. Analitika bölməsi xidmətlərinizin effektivliyini və komandanızın performansını aydın şəkildə görməkdə sizə kömək edir. Geri döyüş dərəcəsinə klikləməklə istədiyiniz tarix aralığını və xidməti seçərək göstərin düyməsinə basmaqla nəticələri əldə edirsiniz. Bu nəticələr sayəsində siz ümumi müştəri sayını, yeni gələn və ya geri qayıdan müştərilərinizi və digər bu tip statistikaları asanlıqla görə bilirsiniz. Analitika bölməsinin digər bir üstünlüyü iş yükü statistikasıdır. Sizə lazım olan tarix aralığını seçərək işçilərinizin ümumi iş saatlarını, işlədikləri və işləmədikləri saatları, doldurmaları və s. detalları ətraflı şəkildə izləyə bilirsiniz. Sonuncu hissə isə kampaniyalar bölməsidir. Burada keçirilən təqdimatları, kampaniyalarda iştirak edən müştərilərin sayını, kampaniyalardan gələn ümumi gəlirləri və digər vacib məlumatları əldə etmək mümkündür.